Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfova hökm oxunub. Bu barədə hökm Bakı Azad Təhsil Məhkəməsinin hakimi Leyla Əskərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən o 20 il müddətinə azadlıqdan məhrum edilib. Mustafa Nəcəfovun cinayətçinin maraqlı detalları məlum olub. Belə ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın münasibətlərindən şübhələnib. O bu məqsədlə Günay Əkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirir. Mustafa Nəcəfov sevgilisindən tələb edib ki, o Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib. Mustafa ötən il iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli Chery Arizo 7 markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib. Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlir. Bu məqsədlə Günay Əkbərovaya məxsus həmin avtomobili Lökbətan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və adi mesajlar ataraq Günayı öldürəcəyini bildirib. Səbuhi Nəcəfov isə Mustafaya zəng edərək səbirli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman Günay Əkbərova da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib. Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə avtomobilin qapılarını markaz kilid vasitəsilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb. Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb. Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Əkbərovanı öldürüb. Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, 120.2.9-cu, yəni təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və 186.2.2-ci, yəni yandırmaqla əmlakı qəsdən məhv etmə maddələrlə ittihamlara sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.